Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün sizə but çana oynaqlarının ən çox rast gəlinən patologiyalarından biri, yəni artroz xəstəliyi haqqında, but çana oynaqlarının artrozu, koksartroz haqqında mən sizə qısa da olsa ətraflı məlumat verəcəm. Ümumiyyətlə artroz xəstəliyi dedikdə bu təkcə but çanaq oynaqlarında, ümumiyyətlə oynaqlarda təkcə qığırdağın incəlməsi, zədələnməsi deyil və eyni zamanda bu sadəcə olaraq oynağın kompleks xəstəliyidir. Kompleks xəstəlik dedikdə qığırdaqdan başqa oynaq kapsulu, oynaq ətrafı bağlar, digər yumşaq toxumaların zədələnməsi eyni anda zaman ərzində baş verməsi nəzərdə tutulur. Çünki bəzən artroz xəstəliyi stadiyalarında, daha doğrusu etaplarında, yəni daha da ağırlaşmalarında toxumalarda ardıcı olaraq patoloji dəyişikliklər baş verir. Daha çox bu oynaq ilkin olaraq artroz, oynaq qığırdağının zədələnməsindən başlayır və bu zədələnməyə də görə də, qığırdağın zədələnməsinə görə də bir neçə dərəcəyə bölünür ki, artrozlar, hansı ki bu artrozun ağırlıq dərəcəsini, ağırlığını ifadə edir və bu ağırlıq dərəcəsinə görə də müəyyən etaplarda, yəni hansı ağırlıq dərəcəsi rast gəlinirsə və ona uyğun müalicəsi aparılır. Deməli, artrozların müalicəsi həm konservativ, həm də əməliyyat yolu ilə aparılır. Konservativ müalicə üsulu ancaq artrozun 1-2-ci ağırlıq dərəcələrində, əməliyyatlar isə bildiyimiz kimi 3-cü, 4-cü dərəcəli ağırlıqlı artrozlarda icra olunur. Ümumiyyətlə, artroz təkcə oynaq qığırdağının travmalarından sonra yox, adətən but çana oynaqlarında hər hansı anadan gəlmə patologiyalara bağlı olaraq baş verə bilir və eyni zamanda müəyyən xəstəliklər fonunda, məsələn, ciddi revmatik dəyişiklikləri olan xəstələrdə və eyni zamanda qanda sidik turşusunun uzun müddət yüksək olması və bir çox oynaqların zədələnməsi eyni zamanda but çana oynaqlarının zədələnməsi nəticəsində yarana bilir. Və bəzən də artrozlar displastik ola bilir. Displastik nədir? Anadan gəlmə olaraq but çana oynaqları strukturlarının hər hansı birinin qeyri-düzgün inkişaf etməsi nəticəsində, inkişaf dövründə but çana oynağında yaranmış deformasiyalar nəticəsində yarana bilir. Əlbəttə ki, bunlarda da yanaşma bir qədər müxtəlif ola bilər və nəticə etibarilə əgər hər hansı bir konservativ müalicə effekt vermədiyi halda, əməliyyat üsulu ilə but çana oynaqlarının artrozları əlbəttə ki, patologiyası aradan qaldırılır və xəstələrin üzərində aparılan bu əməliyyatda xəstənin özünün həyat keyfiyyətinin, həyat fəaliyyətinin yaxşılaşdırılması üçün icra olunur. Konservativ müalicələr gəldikcə isə əlbəttə ki, bura dərman müalicələridir. Sonra bir çox inyeksiyalardır. Bu inyeksiyalara daxildir hialuron turşusu, xondroprotektorlar, plazma terapiyası və eyni zamanda kök hüceyrə terapiyası. Hansı ki, bunlar əməliyyata qədər olan dövrlərdə icra olunur. Əlbəttə ki, qığırdaq toxuması tam bərpa olunmur. Əvvəlki vəziyyətinə demək olar ki, onu qaytarmaq mümkün deyil. Çünki o tam bərpa olunan toxuma deyil. Amma artrozun müəyyən bir stadiyalarında apardığımız konservativ müalicələr hesabına onu gecikdirmək və ya prosesin ağırlaşmasını dayandırmaq mümkündür. Konservativ müalicələrdən əlavə artrozun ilkin stadiyalarında əlbəttə ki, ağır çəkili xəstələrdə biz xəstələrin çəkisinin azaldılmasını məsləhət görürük. Çünki bunlar özləri oynaqlara çəki, artrozun dərəcəsini həmən çəki hesabına zaman ərzində qığırdağın daha da zədələnməsinin, dərinləşməsini gətirib çıxara bilir. Və bir çox idman hərəkətləridir, fizioterapiyadır. Bunlar artrozun konservativ müalicəsinə aiddir. Əməliyyatına gəldikdə əlbəttə ki, hər bir xəstə individual dəyərləndirilməlidir. Yaşı, yanaşı xəstəlikləri, oynaqda patoloji dəyişikliyin ağırlığı, sümüyün, oynağın özünün strukturu, sümüyün özünün patoloji dəyişikliklərinin əməliyyatdan öncə mütləq dəyərləndirməklə və xəstə əməliyyata hazırlanmalıdır. Əməliyyat icra olunduqda xəstə əlbəttə ki, əməliyyatdan sonra müəyyən bir reabilitasiya dövrü keçməlidir. O reabilitasiya dövrü də xəstənin özünün çəkisinə bağlı olaraq və yaxud da ki, yanlış xəstəliklərinə bağlı olaraq müxtəlif ola bilər. Adətən xəstələri əməliyyatın növbəti günündən biz aktivləşdiririk. Xəstələr aktivləşdirildikdən sonra bir neçə gün stasionarda müalicə müddətini başa çatdırdıqdan sonra onları artıq ambulator müalicəyə göndərir. Əlbəttə ki, onlar ambulator müalicə müddəti ərzində kontrollara gəlirlər və demək olar ki, xəstələr qoyulmuş but çanaq endoprotezinin növündən asılı olaraq müxtəlif vaxtlarda tam sərbəst olaraq aktiv həyat fəaliyyətinə qayıdırlar. Qeyd edim ki, but çanaq oynaqlarının icra olunmasında adətən 18 və onun üstü olan yaş xəstələrdə əməliyyatın icrasında hər hansı bir yaşa görə əks göstəriş yoxdur. But çanaq oynaqlarınızda hər hansı bir patoloji dəyişiklik varsa, ağrı varsa, müşahidə olunursa və digər patoloji dəyişikliklər müşahidə olunursa zamanında həkimə müraciət edin. Çünki zamanında tətbiq edilən müalicə but çanaq oynaqlarında baş verə biləcək daha da dərin ağırlaşmalarının qarşısını alacaqdır.